Dedik, Quran bizə öyrədir ki, insan həmişə iki vilayətin ikisindən birindədir. Allahın vilayəti, şeytanın vilayəti. Əgər insan Allahın vilayətindən çıxır, üçüncüsü yoxdur, o şeytanın vilayətindədir. O amillər ki, insanda Allahın vilayətin gücləndirər, onlardan bir neçəsini danışmışıq. Beşincisi, 4 dənə demişik. Biri həya, yaduza salın. İkincisi namaz. Üçüncüsü ülfət. Dördüncüsü təvəkkül. Beşincisi də ucbdən uzaqlaşmaq. Ucb bir ruhi xəstəlikdir. Hər kəs ona giriftar olsa, o şeytanın payıdır. Heç kimə verməz onu. O insanlar ki, ucbdən uzaqlaşırlar, onlar Allahın vilayətindədirlər. Amma əgər mümkün eləyə bilməsələr, özləri ilə bacara bilməsələr və bu xəstəliyə giriftar olsalar, necə rak xəstəliyə giriftar olan Əzraildən sonra heç kəsə aiddir, ucb xəstəliyinə də giriftar olan insan şeytanındır və şeytanın güclü məmurlarından və işçilərindən sayılır. Bu, insanlara çox mühümdür ki, insanlar bu məsələdə özlərindən himmət göstərsinlər. Yəni, bu himmət istir ki, bəşər özü ilə bacara bilə. Əmirul Müminin əleyhissalam elə ki, Malik ibn-i Haris-il Əştər rəhmətullah əleyhi göndərdi Misrə. Bilirsiniz ki, Həzrət bir geniş məktub da yazdı, verdi Malikə. Dedi ki, bu yazılar sən üçün mühümdür, bunlara qanun kimin əməl elə. O məktubda bu barədə bir cümlə Malikə tapşırır. İbarət belədir. Buyurur, və iyyəkə vəl-i'cabə binəfsik. Malik, sənə tapşırıram, uzaqlaş və iyyəkə, yəni uzaqlaş, imkan vermə, sən üçün vacibdir, neyniyəsən? Vəl-i'cabə binəfsik, özü bəyənəsən, öz rə'yüyü, öz fikrüyü, özü öz ibadətüyü, öz mücahidətüyü, özü bəyənməyi sənə tapşırıram ki, ondan uzaqlaş. Vəs-siqətə bimə yu'cibukə minhə, o şeylər ki, səbəb olar səni ucba tərəf aparar, özü bəyənməyə zəmin yaradar, onlardan da
Uzaqlaş, onlara inanma, onlara söykənmə, onlara təkiyə vermə. Və hubbəl itra, tapşırıram sənə, uzaqlaş. Nədən? Hubbəl itra, ətrafındakılar başlayalar səni tərif eləyələr, sənə də ləzzət eləyə. Uzaqlaş belənti səhnələrdən, oturasız bir-birinizi tərif eləyəsiz. Sənin işlərvi olar tərif eləyə, sənə də xoş gələ, sən də inanasan onlara. Bunlar təhlükəli bir şeylərdir ki, insanı cəhənnəmə aparar. Fəinnə zalikə, buyurur, əgər belə olsa nə olar? Əgər özü bəyənsin, əgər özündən xoşun gəlsə, ibadətündən, şəxsiyyətündən, rəyündən, fikründən, təfəkküründən, öz məfkurələri əgər bəyənsin, nə olar? Buyurur, فَإِنَّ ذَلِكَ مِنْ أَوْثَقِ فُرَسِ الشَّيْطَانِ fi nəfsi, şeytana meydan açılar. Ən yaxşı fürsətdir ki, şeytan əldə edib səni allatmağa, səni Allah vilayətindən çıxartmaq üçün, səni öz vilayətinə aparmaq üçün şeytana yaxşı fürsət yaranar, yaxşı məqam törənər və şeytan istifadə eləyər ondan. لِيَمْحَقَ مَا يَكُونُ مِنْ إِحْسَانِ الْمُحْسِنِينَ, ta yaxşı insanların, yaxşılıqların hamısını aradan apara. Namazıyla işi yoxdur, orucuyla işi yoxdur. Qıl. Bir yol sənə göstərəcək, səni o yola aparacaq, o yola girənin day namazına ehtiyac yoxdur. O yola girənin day orucunun xeyri yoxdur. Odur ki, insan özün bəyənə. Əgər özü bəyəndin, özgədən özü yaxşı bildin, ibadətü başqalarının ibadətindən yaxşı bildin. Əgər belə bir hal səndə yaransa, deyir onda şeytan yaxşı məqam ələ salıb, şeytana yaxşı fürsət yaranar ki, səni aparsın. Və bunun kökü cəhalətdədir. İnsan nə qədər cahil olsa, belə özün bəyənən olar. Nə qədər mərifəti çoxalsa, belə başa düşər ki, mən heç nəyəm. Əgər insan Allaha mərifət tapa bilsə, Allahı düz tanıya bilsə, özün kiçik bilsə, özün balaca bilsə, bu insana şeytan yol tapa bilməz. Bu insanda ucb yaranmaz. Əmirul müminin buyurur, ma u'cibə bi rəyihi illəl cahil. İstirsən biləsən, kim ucbə tərəf gedər, mən sənə deyim, cahil insanlar. Onlar ki, cəhalətdə yaşayırlar. Onlar ki, Allahın mərifətindən uzaq yaşayırlar. Əl-ucbu, İmam Sadiq əleyhissalamın kəlamıdır. Əl-ucbu afətuş şərəf. Şərafətin eybi, bədbaxtçılığı, dərdi, dərmansız dərdi budur ki, insan özün bəyənə ucbə giriftar ola. La vəhdətə əvhəş minəl ucb, səmərətul ucb əl-bəğza. Nəticəsi nədir? Həzrəti Əli əleyhissalam buyurur, əgər giriftar olsan nə olar? Şeytan aparar. Yaxşı, o şeytanın payı. Bu birisi tərəfdə nə olar? Bu birisi tərəfdə də bu olar ki, ürəyində başqalarının kinəsi yaranar.
kin küdurət yaranar, ürəyin səfası gedər, nuraniyyəti gedər. O ki ləzzətlə Allaha ibadət eləyə bilərdin, onlar əlindən gedər. Mən ucibə bi əməlihi əhbətə əcrə. Deyir, hər kəs giriftar olsa buna, ehbat buna üz verər. Ehbat, qabaq oxumuşuq bir iki dəfə, bəlkə də indi möminlərin yadından çıxıb, ehbat, həbd, o birisi bəhslərimizdə bir məclis ya biraz az bu barədə danışmışıq. Həbd Quranda neçə ayədə gəlib, inşallah qismət olar, biraz ətraflı bu barədə lazımdır. Özümüzə bir təzəkkür verək, yadımıza salaq. İhbat, həbd odur ki, bəzi əməllər var ki, səbəb olar o birisi əməllər pozulsun. Buna deyərlər həbd. Bəzi əməllər var, o əməllər səbəb olar, insanın əməlləri pozulsun. Başqa əməllərin pozar, aradan aparar. Hansı əməli pozar, hansı əməllər pozular, hansı əməllər pozulmaz, o uzun bəhsidir, ona indi mən keçmirəm. Deyir ki, mən ucibə bi əməli. O əməllərdən ki, insanda həbd yaradar, ehbat yaradar, yəni o birisi əməllərin pozar insanın, silər, aradan aparar, budur ki, insan özün bəyənə. Əl-ucbu rə'sul himaqə. Əli əleyhissalam buyuruyor, axmaqlığın ən başı budur. Axmaqlığın ən başı budur ki, insan özün bəyənə. Bir məsələ İmam Sadiq əleyhissalam bizə danışır, Həzrəti İsa əleyhissalamın dilicən. Həzrət buyurur, mən ucibə bi nəfsih hələkə. Hər kəs ucba giriftar olsa, özün bəyənən olsa, o axırda həlak olar. Bunu deyir, bir qədər söhbət eləyir, ondan sonra Həzrəti İsa'nın barəsində bir məsəl çəkir və İsa əleyhissalamın kəlamın gətirir, burada nəql eləyir. O budur. Və innə İsa ibn Məryəm qal. İmam Sadiq əleyhissalam danışır bunu. Deyir, İsa əleyhissalam belə buyurur. Buyurur, davəytul mərza və şəfəytuhum bi iznillah. Allah mənə mərhəmət eləyib, mən xəstələrə Allahın izni ilə şəfa verə bilirəm. Və əbrə'tul əkməhə vəl-əbræs. Mən xəstə insanlara, kör insanlara ki, gözləri görmür, Allahın izni ilə şəfa verə bilirəm və şəfa vermişəm. Və aləctul mavta fəəhyeytuhum bi iznillah. Hətta ölüləri Allahın izni ilə mən dirildirəm. Qum bi iznillah, dur Allahın izni ilə, ölü qəbirdən durur. Deyir, bunu eləyə bilirəm Allahın izni ilə, eləmişəm bunları. Və aləctul əhməq, istədim əhməq adamlara da mən kömək eləyim, onları axmaqlıqdan çıxardım, fələm əqdir əla islahi, onu bacarmadım. Ölünü qəbirdən qalxıza bilirəm, xəstəyə şəfa verə bilirəm, körün gözünə əl çəkirəm, açılır, görür. Amma fələm əqdir əla islahi, mən axmaq adamı islah eləməyə acizəm. Vələm əqdir, qüdrətim yoxdur. Təəccüb elədilər. Həzrəti İsa'nın sahabələri İsa'nın sözünə qulaq asırlar. İmam Sadiq əleyhissalam danışır bunu. Onlar dedilər ki, ya Ruhallah, İsa'ya xitab elədilər. Və məl əhməq, o kimdir ki, sən o əzəmətlə ölünü qəbirdən dirildirsən, amma əhməqə, axmaq adama əlac eləyə bilmirsən. Qal,
el-mu'cibu bi ra'yihi və nəfsih. O adamdır ki, özün bəyənir. Öz rəyin, öz fikrin, öz əməlin, öz ibadətin bir işi bu görəndə deyir çox qəşəng oldu. Həmun işi ayrı adam görəndə onu bəyənmir. Öz əli ilə olanda əladır, qəşəng. Amma həmun iş bəlkə ondan da biraz yaxşı. Başqasının əli ilə olanda görürsən çox da belə ona qiymət vermir. Baxır keçir. El-mu'cibu bi ra'yih və nəfsih. Əlləzi şərh eləyir Həzrəti İsa. Əlləzi yəra əl-fəzlə kulləhu ləh la əleyh. Deyir, fəzilətləri öz barəsində görür. Məndə bu fəzilət var. Həmun fəziləti başqalarının barəsində görmür. Əgər səndə var, onda da var. Özündə görür. Özünə qaildir. Amma başqalarına o fəzli qaildir. Qəbul eləmir. Və yucibu əl-haqqə kulləh li nəfsi. Həmişə deyir, mən haqlıyam. Heç ehtimal vermir ki, bəlkə bu dəfə haqq ondandır. Həmişə ehtimal verir ki, mən haqlıyam. Haqqı özündə görür. La yucibu əleyha haqqa. Başqalarında haqqı görmür. Amma özündə görür. Fəzalikəl əhməq. Deyir, axmaq bu deyir. Əlləzi la hilətə fi müdavatih. Əlac yoxdur buna. Dərman yoxdur buna. Özü istəsə olar. Özü iradə eləsə olar. Özü istəsə özün müalicə eləyə ruhun o mümkündür. Amma başqaları mümkündür. Peyğəmbər müharibədə Allah Həzrət soruşdu, eşitməli, maraqlı sözdür. Soruşdu, dedi ki, müharibədə, müharibənin şirin yeridir, biraz sakitləşib, oturublar. Soruşdu ki, Əbu Cəhl necə oldu? Əbu Cəhlidən mənə bir xəbər gətirə bilərsiniz? İbn Məsud durdu ayağa, getdi meydana. Ki, Həzrət istirdi bilə ki, Əbu Cəhl öldü, ya hələ ölməyib, yaralıdır, necədir? Təzə xəbər istirdi Əbu Cəhlin barəsində eşidə. Şirkin bayrağı Əbu Cəhl ilə Muaviyyənin əlində idi müharibələrdə. O tərəfin bayrağı Muaviyyə ilə Əbu Cəhlin əlində idi. Bir müddət, uzun müddət tarixdir, keçək onlardan. İbn Məsud durdu. Durdu, ayağa getdi, baxdı, tapdı Əbu Cəhli. Gördü, Əbu Cəhlin axır saatlarıdır.